həqiqətən də bugün həm Azərbaycanda, həm də bütün dünyada əsəb xəstəlikləri çoxalıbdır. Dünyada demək olar ki, milyonlarla, bəlkə də 10 milyonlarla insan əsəb xəstəliyinin girovudur. Yəni əsəb xəstəliyi onu həyatını iflic eləyibdir. Adətən bu cür xəstələr psixiatrlara, nevrologlara müraciət edəndə onlar əsəb sakitləşdirici, çeyidici iynələrlə müəyyən qədər simptomları azaldırlar, amma köklü müalicə demək olar ki, mümkün deyil. Sizin diqqətinizi bir məsələyə yönəltmək istəyirəm, bir maraqlı bir bənzətmə aparaq. Məsələn, bugün ölkənin ən savadlı, ən aparıcı psixiatrları, sonra nevrologları ruhi əsəb dispanserlərində çalışırlar. Orada cəmləşiblər, hamısı professorlar, elmlər doktorları falan, hamısı dəyərli mütəxəssislərdir. Amma o dispanserlərin fəaliyyətini bir nəzər salsaq, məsələn, bir baxsaq, bir 50 ildir, 70 ildir, 80 ildir o dispanserlər fəaliyyət göstərir. Amma hələ də oradan bir dənə sağalıb çıxan bir xəstə, ruhi xəstə oradan sağalıb çıxmayıbdır. Bu sual yaranır, niyə oradan sağalıb çıxıb, məsələn, cəmiyyətdə faydalı bir insan kimi onlar tam sağala bilmirlər, işləyib, əmək qabiliyyəti, sonra ailə həyatını davam elətdirən, ailə saxlayan bir insan da kimi fəaliyyət göstərə bilmir bu xəstələr, orada yatıb, illərlə yatıb çıxmış xəstələr. Bunun maraqlı bir sirri var. Bunun səbəbi odur ki, ruhu əsəb xəstələrinin kökü, səbəb, sirri, onun enerji məsələlərinə bağlanır. Yəni, insanda enerji disbalansı pozulur. Enerji sistemi, sinir sistemi pozulur. Bu psixiatrik dərmanlar o əsəb sisteminə təsir eləyə bilmir. Yəni, o pozulmuş enerji sistemin bərpa eləyə bilmir. Bunu nəyə bənzətmək olar? Məsələn, təsəvvür edin ki, bir insanın maşının elektrik sistemi xarab olubdur. Maşını aparır motoristə aparır. Motorist düzəldə bilmir onu. Bu da başlayır ki, yox, bunun sabadı yoxdur, filandır, bəsməkandır, niyə düzəldə bilmədi? Amma bu başa düşmür ki, səhv ünvana gedibdir. Hər bir xəstəliyin sirri var. Bu sirri bilmədən onu müalicə eləmək olmur. Əsəb xəstəliyinin yaranması sinir kənardan gələn negativ enerjinin insana daxil olması ilə əlaqədardır. Negativ enerji daxil olan kimi sinir sistemi pozulur. İnsanın ruhu bir enerjidir. Ruh keçir sabit haldan dəyişən cəryan formasına keçir. Bildiyimiz kimi fizikada iki cür cəryan növü var. Sabit cəryan var, bir də dəyişən cəryan var, qalxıb ilə. Negativ enerji daxil olan kimi, bu bədənə daxil olan kimi ruhun halı dəyişir, enerji forması dəyişir, sabit cəryandan keçir dəyişən cəryana. Siz əsəb xəstələrinə fikir vermişsinizsə, bir saat yaxşı olur, elə danışır ki, elə bilirsən ki, bir professordur, bir alimdir, bu danışır da. Amma 1-2 saatdan sonra geçəcəndən sonra özün elə aparır ki, görürsən ki, bu dəlidir, həqiqətən də əsəbləri pozukdur. Bunun səbəbi odur ki, həmən o dəyişən cəryan bir neçə saatdan bir o insanda cəryanın növü dəyişir. Sabit olur, aşağı düşür, ürəyin kardioqramması kimi qalxır, düşür. Aşağı düşəndə deyirsən ki, bu adam çox ağıllı adamdır. Məsələn, qalxan bir neçə saatdan sonra qalxır, görürsən ki, həqiqətən də bunda əsəbləri tarazlayır, bu əsəb problemi var. Bu əsəb xəstələrində bir də şeylər olur, halüsinasiyalar olur. Gözlərinə başqa bir aləm görünür, varlıqlar görünür və onlar komanda verirlər ki, özü öldür, intihara, sonra başqa kimisə vurmağa, yıxmağa, sonra yandırmağa komanda verirlər o xəstələrə. Bunun sirri nədir? Niyə bu komandalar verilir? İnsanın bilmək lazım ki, insanın sinir sisteminə kənardan təsir eləmək mümkündür. Yəni, kənardan dalğalar ötürüb, mənfi dalğaları ötürüb, beynin təsir eləmək olur. Bax, bunu nə ilə müqayisə eləyək? Məsələn, hər gün hamımız, bütün tamaşaçılarda biz televizora baxırıq. Bir də Azərbaycan kanalına baxdığımız yerdə, məsələn, əsasən bu sərhəd rayonlarında olur, cənuba, şimala bölgələrinə gedirsən, görürsən ki, Azərbaycan kanalına baxdığın yerdə bir də Rus kanalı gəldi, onun dalğası güclüdür. Gəldi
hakim oldu televizora özündə başladı rus dilində danışmağa və yaxud da Cənub bölgəsində farsça danışmağa başladı televizor. Bax, insanın da sinir sistemi elədir. Bir o dalğalar təsir eləyir. Güclü dalğa ilə o texniklər bilirlər, bu texnologiya ilə məşğul olana bilirlər. Kanalları vururlar, dalğalarla bütün kanalları, sistemləri vururlar ha. Bax, insanın da beynin sinir sistemi elə vurmaq mümkündür. Mənfi dalğalarla vururlar insanın beynin. Beynə mənfi şuur, mənfi yüklənir. Mənfi ilə yüklənir və insan başlayır halüsinasiya halları baş verir. Gözünə başqa şeylər görünür, başqa komandalar verilir ona. Mənfi komandalar ki, haransa yandır, haransa vur, dağıt. Bu müalicə üçün, bu müalicədə mütləq enerji dalğaları təmizlənməlidir, mənfi enerjilər təmizlənməlidir insanla. Ondan sonra o müalicə olunmalıdır və onda müalicələr effekt verir. Nə qədər ki, tibb elminə, ancaq təkcə tibb elmi ilə məşğul olub, ancaq kimyəvi dərmanlardan istifadə olunacaq, o heç vaxt mümkündür, tam sağalma mümkündür. Mütləq həm enerji müalicə olunmalıdır, enerji balansı bərpa olunmalıdır. Ondan sonra o dərmanlar ona müsbət təsir edib sağaltmaq mümkündür.